Salam uşaqlar, hər kəsə. Siz bilirsiniz ki, mən özüm kriptodan da əlavə həm də IT sahəsində çox marağım var və mənim köhnə bir notebookum var, hansı ki illərlə 2012 ya da 2011-ci ildə alınmış bir notebookdur, hansı ki illərlə yatıb və indi onu ayırmışam və Debian sistemi yazmışam bura, Debian sistemi və görürsüz üstündə olan prosesor 2020M-dir, hansı ki 2.4 GHz ilə cəmi 2 dənə belə deyək də yadro var. Və düşünün ki, bu prosesorun ha vaxt yarandığı tarixinə baxa bilərsiniz və görəsiniz ki, çox köhnədir. Əslində bu prosesor deyildi bunun üstündə, bu notebookun üstündə. Bunu sadəcə sonradan olaraq qoymuşam. Əslində 988 idi, yəni Intel çipi 988 idi. Onun da yaranma tarixinə baxsaq 2010-cu illər falandır və bu notebook bugünkü gündə işləyə bilir. Baxın, görürsünüz necə normal işləyə bilir. Hal-hazırda baxın YouTube-dayıq. Məsəl üçün səhifəni təzədən aça bilərik və məsəl üçün YouTube üzərindən fırlana bilərik. Bunu mən də uşaqlar işlədir, amma ümumən həqiqətən də görürsünüz ki, işləmə sürəti necədir. Bu isə neyin sayəsindədir? Yox, Windows-da bu sistem, yəni bu notebook çoxdan bəlkə də normal yüklənə bilməzdi. Əslində olan məsələ orasındadır ki, Linux və SSD demək olar ki, istənilən bir çox qədim dövrdə qalan notebookları həyata qaytara bilir və onları işlə vəziyyətə gətirə bilir. Və gördüyünüz kimi burada baxsaq, Wi-Fi modul işləyir problemsiz, Bluetooth modul işləyir problemsiz və bu deməkdir ki, Linux sistemi həqiqətən də çox fərqli bir sistemdir və tamamilə başqa bir alqoritmlə kompüter işlədiyinə görə hansısa driver zad problemi yoxdur. Və hətta siz belə köhnə notebooka Windows-da hansısa bir yeniləmə verə bilməzsiniz. Amma burada sadəcə olaraq sudo update yazsam, baxın bunu yazaq. Yazsam və parol daxil edirəm. Və görürsünüz, yenilənmə tam olaraq dəstəklənir. Bu notebook 2012-ci ilin notebookudur və günü bu gündə də yenilənə bilir. Bunlar səhvlərdir, bekara şeylərdir, amma ümumən, yəni notebook problemsiz tam olaraq yenilənə bilir. Və bunun da səbəbi odur ki, Linux sistemi üçün fərqi yoxdur. Sən onu hətta xaladenika belə yükləsən, problemsiz görürsünüz. Bax, burada göstərir ki, 383 dənə paket var ki, yenilənə bilir. Bu paketləri girmək üçün, yəni yeniləsək artıq yenilənəcək. Bu belədir. Linux sistemi belədir. Ona görə də Linux sistemin həqiqətən də öyrənin. Çünki Windows sistemi sizdən pul yeməkdən başqa heç bir işə yaramır.